Hə, deməli belə, bir gün uzaq Frəngistandan, hardansa bu xaricdən lovğa-lovğa loğmanlar gəlir bura. Düşürlər bizim Molla Nəsrəddinin üstünə ki, bəhsə girək. Başlayırlar lovğalanmağa. Hay Molla, bizim təbabətimiz o qədər inkişaf edib ki, biz ölkəmizdə 103 yaşlı bir qocanı şərbətlərlə, dərmanlarla, yataq içində, güc bəla ilə həyatda saxlayırıq. Sizin bu kasıb kəndlərdə heç o yaşda adam olar sizdə, hə? Molla bığaltı gülümsəyir, təmkinlə deyir, yaxşı, siz o dərmanları atın kənara, düşün mənim arxamca. Molla bu loğmanları götürüb aparır kəndin üstündəki uca dağlara, satırlar dağın döşünə. Vay, 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 bir də görürlər ki, bir ağsaqqal, saqqalı az qala dizinə çatan bir qoca, nər kimi, daşların üstündən atdana-atdana, qan tər içində, yüksək sürətlə dağdan aşağı qaçır. Loğmanlar heyrətdən donub qalırlar. Ayda, hez qaçıb qocanın qabağını kəsirlər. Ayaq saqqal, maşallah, dağ keçisi kimi qaçırsan. Neçə yaşın var sənin? Qoca 102. 102. Loğmanlar dərindən nəfəs alıb bir-birinə baxırlar. Hə, bizimki 103'dür, yenə biz utduq. Amma içlərindən biri marağına güc gələ bilmir. Soruşur, ay qoca, 102 yaşım var. Bəs bu yaşda qan tər içində belə sürətlə kimdən qaçırsan? Nə sürətlə? Kimdən qaçırsan? Qoca qorxa-qorxa arxaya dağın zirvəsinə baxır. Atamdan qaçıram. Əlinə çomaq alıb arxamca düşüb. Əlinə çomaq alıb arxamca düşüb. Loğmanların gözləri kəlləsinə çıxır. Çaşqınlıqla qışqırırlar. Niyə axı? Nə etmisən ki, atan səni döymək istəyir? Qoca yenidən qaçmağa hazırlaşır. Qışqırır. Nə edəcəyəm? Səhər babamla biraz kobud danışdım. Atam da əsəbləşdi ki, böyüyün yanında niyə tərbiyəsizlik edirsən? Molla isə şoka düşmüş loğmanlara tərəf dönür. Qocaman loğmanlara göz vuraraq deyir, hə cənabla, indi gedin o 103 yaşlı xəstənizə şərbət içirdin. Ayda, ayda, bəli. Bəli.